Salam değerli izləyicilərimiz. Bugün sizi Masaz qəsəbəsində 6 nömrə məktəbin yaxınlığında hündür bir ərazidə güzel bir evlə tanış edəcəm. Rahatlıkla 2 maşın girib çıxa bilən belə bir həyəti var. 4 otaqlı 2 mərtəbə çox gözəl görünüşə malik, həqiqətən də çox keyfiyyətli materiallardan istifadə olunubdur. Monolit betondur, qoşa kubikdir. Gördüyünüz kimi heç bir pəncərə həyətinə baxmır. Düz qarşısına qədər küçədir. Aşağıdan sola dönəndə 6 nömrə məktəbin üstünə çıxır, 150 metr məsafədə yerləşir. Evimiz çox gözəl bir dəyər qiymətə satılır. Giriş hissəsi istipoldur. Belə bir gözəl qonaq otağımız var. Gördüyünüz kimi üstləri asılı spotlar taxılıbdır. Pəncərəsi zalın birbaşa öz həyətinə baxır. Qiymət 112.000 manatdır. Tam paket kupçadır, ipotekaya yararlıdır. Yəni dövlət ipotekası əgər kiməsə ayrılıbsa müraciət edə bilər. Bax gözəl belə geniş bir mətbəximiz var gördüyünüz kimi. Harca 25-27 kvadrat arası dəyişən belə bir qonaq otağı mətbəximiz var. Qonaq otağı boyda da elə. Evimizin arxası da gördüyünüz kimi heç bir qonşunun evinə birişmir. O belə də mətbəxdən də burada yəni gələcəkdə mətbəx üçün bir ambar kimi düzəldə bilərsiniz. Qaradovka otağı kimi. Və geniş belə. Bunların hamısı istipoldur. 2 dənə manat beton var. 1 ilə 2'nin arasında 2 dənə manat betondur. Üstün bu hamam otağımız tam təchizatdır. Moydalarına qədər quraşdırılıbdır. Gördüyünüz kimi duş asılıbdır. Tam hazır vəziyyətdə evdir. Gir yaşa. Bu da pilləkənimizin altıdır. Gördüyünüz kimi Qaradovkadır. Tam istipolun çıxışlarıdır. 2-ci mərtəbə qalxan belə gözəl, işıqlı pilləkən yığılıbdır. Meşə materiallarında çox gözəl, zövqlü. Təbii internet xətti çəkilibdir. Qazı suyu, işığı, kanalizasiyası mərkəzidir. Çox həqiqətən çox xoş bir evdir. Belə insana xoş təsir başlayır. Çünki evə baxırsan adam həqiqətən çox xoş gəlir ki, zövqlü bir tikinti, çox təmirli, belə bir gözəl evdir. Böyük yataq otağımızdır. Gördüyünüz kimi yataq otağımızdan birbaşa həyətə baxır. Bu ikinci yataq otağımızdır. Görürsünüz, qonşunun evi ilə arası nə qədər məsafədədir var. Təxmin olaraq 7 metr, 6 metr bu belə bir məsələdə yerləşir. Bu digər yataq otağımızdır. Bu da kifayət qədər qonşuyla məsafəsi aralıdır. Yəni gördüyünüz kimi bax, məsafə çox aralıdır. Yəni evlər çox bir-birinə yaxın deyil. İkinci yataq otağı, üç yataq otağı yuxarıdadır. Ümumi 4 otaqdır. Bu da yuxarıda hamam otağımız görürsünüz. Tam hazır vəziyyətdə moydalarına qədər yığılıb, duş asılıb. Güzel bir holu var burada. Güzel bir balkonu var. Gördüğünüz gibi böyle güzel bir balkonu var. Buradan da baba görsenin üstü məktəbdir. Hazır 150-200 arası məsələdə yerləşir. Hündür çox güzel bir yerdə yerləşir. Tam yaşayışdır hər tərəf. Elit bir küçədir.